Bəzən sadə vətəndaşlara doğrudan da yazığım gəlir də. Dünən ayın 15-də düz 4 dəfə mən Daxili İşlər Nazirliyinin qaynar xəttinə 102-yə zəng vurmuşam. 4 dəfə. Və dünən 4 dəfə ora zəng vurmuşam. Dünən 5-ci gün idi ki, mən hər gün ora zəng vuram. Düzdür, orada xanımlar çox gözəl mənə cavab verir. Mənim suallarımı cavablandırmağa çalışırlar və hər dəfə deyirlər ki, tələsməyin, biz həmin ünvana çatdıracağıq sizin şikayətinizi. Heç bir nəticə yoxdur. Artıq 102-də çalışan o xanımlar var, hansı ki, dəstəyi qaldırıb Əzimova, Məmmədova, nə bilim, Xalidova, digər də, məsəl üçün deyirəm də, bu soyadları deyirlər. O xanımlardan biz narazılıq etmirik, mən də narazılıq etmirəm. Hər dəfə çox gözəl açıqlamalar da edir bizi ki, narahat olmayın. Mən necə narahat olmayım? 22-ci polis bölməsinə, Nəsim rayonunda yaşayıram. 22-ci polis bölməsinə, belə deyirlər də bölməsinə, mən aprel ayının 4-də, üzr istəyirəm, mart ayının, aprel ayının 4-də şikayətçi olmuşam. Ərizənlə rəsmi müraciət eləmişəm. Sosial şəbəkədə bir qızcığaz səhifə satır, hesab satır səhifəsin. Mən razılaşmışam ona almağa, xanıma pulu ödəmişəm. Xanıma pulu ödəyəndən sonra həmən məni bloka salıbdır. Onlar hamısı məndədir. Pulu atmışam, göndərmişəm, yazışmalar, o səhifələr, qızın şəkli, o qızın səhifəsi də hansı ki məni bloka salıb və məndən pul alıb. Hamı sənəd kimi məndə var. Sənədlər, həmin o sənədləri də ərizənin üstünə qoymuşam ki, bax, budur, tanış olun. Və o gündən bu günə 22-ci polis bölməsindən heç kim məni axtarmır. 3 dəfə onlara zəng vurmuşam, bir dəfə də onlarda olmuşam. Ayın 15-də bir də təkrar onlara zəng vuranda xoşlarına gəlməyib, növbətçi qaldırıb. Deyib ki, xanım, şikayətiniz var, yaxınlaşın, saat 10-da işçilər burada olur. Kim nə eləyəcəksə onunla danışın. Ərzəni verən gün orada olmuşam. Ondan sonra bir dəfə də orada olmuşam. Demək olar ki, 3 dəfə telefonu açmışam. Hər dəfə də deyirlər, həmin adam burada yoxdur. Biz sizi çağıracağıq, biz sizi bura dəvət edəcəyik. Hörmətli 22-ci Nəsim rayonu, 22-ci polis bölməsinin rəisi. Bilmirəm, adınız, soyadınız necədir. Mən jurnalistəm. Heç kim mənim ərzəmə baxmaq istəmir. Mən təkcə ayın 15-də 4 dəfə 102-yə zəng vurmuşam qaynar xəttə. Onlar sizə yönəldib. Təbii ki, mənim şikayətimi bildiriblər. Bu günə qədər heç kim mənə heç nə cavab vermək istəmir. Ora gedəndə də deyir, zəng vurun, gəlin. Hörmətli Daxili İşlər Nazirliyi. Mən kimə deyim dərdimi? Mətbuat xidməti, Daxili İşlər Nazirliyinin mətbuat xidməti. Mən bu problemi, bu şikayətimi kimə bildirim? Nəsimi rayonu 22-ci polis bölməsində aprel ayının ya 3-ü ya 4-ü, məncə 4-ü idi. Şikayət ərizəsinə müraciət eləmişəm. Mənim ərizəmə baxılmır. Niyə?